Həmçinin Həsanul Basri deyir ki, Amir İbn-i Abdi Qeys rahiməhullah dedi ki, Səmi'tu qeyrə vahidin və lə isneyn və lə thəlâthətin min ashabin nəbi sallallahu aleyhi və səlləm yəqulun. Mən deyir, Peyğəmbərin sahabələrindən bir nəfər, iki nəfər, üç nəfər yox, bir çoxundan eşitmişəm ki, onlar belə deyirdilər. İnnə diyəəl iman, əv nural iman ət-təfəqqur. İmanın işığı və ya imanın nuru təfəkkürdür, deyir. Allahu Akbar. İmanın, insanın qəlbində olan imanın nuru, işığı təfəkkür etməkdir, deyir. Həmçinin Ömər İbn Abdüləziz rahiməhullah deyirdi ki, Əl-fikratu fi ni'amillah afdalu əl-ibadə. Allahın nemətləri haqqında fikirləşmək, düşünmək, təfəkkür etmək ən əfzəl ibadətdir. Və yəlallahil əcəb. İnsanlar ən əfzəl, ən əzəmətli ibadətdən qafil qalıblar. Allahın nemətləri barəsində təfəkkür etmək, bəs insan oturub Allahın yaratdıqları barəsində düşünür, təfəkkür edir. Deyir ki, ən əzəmətli ibadətdir. Ona görə tabinlərdən Həsanul Basri rahiməhullah deyirdi ki, biz təfəkkürlə qəlbimizi diriltdik.